Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, dəyərli məni izləyən izləyicilərim. Qusarın Aşıq Nüsrət küçəsindəyik, Aerodrom məhəlləsi deyilən ərazidir və Aşıq Nüsrət 2 ünvanındayıq. Bu evi satışa çıxardıblar və məndən də xahiş elədilər ki, bu evi sizə göstərim, bizim izləyicilərimizə, bizim kütləmizə göstərim. Bu ev karabka formasındadır. Üst görüntülərini sizə təqdim edirəm. 13 metrinin 13 metri nisbətində tikilib birinci mərtəbəsi. Bünövrə istisna olmaqla 1 metrə qədər çay daşı və mişar daşından tikilib. Sonra deməli birinci mərtəbəsi tam olaraq çiy kərpicdən tikilib. İkinci mərtəbəsi isə bişmiş qırmızı kərpicdən tikilib. Biz daxil oluruq evin içərisinə. Deməli ev 2 mərtəbədən ibarətdir. Bu ikinci mərtəbəyə qalxan pilləkəndir. Belə bir pilləkəni var. Və birinci mərtəbəsinə daxil olduğumuzda nə görürük? Bura hamam otağıdır. Bura mətbəxdir. Belə bir mətbəxi var. Televizoru, interneti, soyuducusu, bütün əşyaları, mikrodalğalı soba, mətbəx mebeli, paltar yuyanı və biz mətbəxdən daxil oluruq. Birinci mərtəbənin deməli ilk qonaq otağına. Qonaq otağı budur. Belə bir qonaq otağıdır. Qonaq otağından daxil oluruq birinci yataq otağına. Belə bir yataq otağıdır dostlar. Bu da ikinci yataq otağıdır. Və bu da üçüncü yataq otağı. Deməli, otaqlar tam təmir olunmuş vəziyyətdədir. Divar kağızları, tavan hissəsi, döşəmə hissəsi hazırdır. Bura, deməli, balkon hissəsinə, qonaq otağı ərazisinə laminat döşənilib. Pərdəsi, dəmir barmaqlıqları birinci mərtəbənin pəncərəsində, yəqin ki, buradan görürsünüz. Divanı, stol stulu, çılçıraqları, nəzərinizə çatdırım ki, ev kombi istilik sistemi ilə təchiz olunub və istilik kombidən qaynaqlanır. Biz indi qalxırıq evin ikinci mərtəbəsinə. İkinci mərtəbəsində belə bir hol. Buranı həm də mətbəx kimi istifadə edirlər. Kiçik bir mətbəxdir. Burada hamam otağıdır. Əl yuma ərazisi və bu holdan daxil oluruq ilk yataq otağına. Belə bir yataq otağıdır dostlar. Radiatorlarla təchiz olunub. Buradan biz daxil oluruq evin böyük eyvanına, qonaq otağına, divan, divar kağızları, tavan hissəsi, döşəmə hissəsi, tam ikinci mərtəbə, tam təbii taxta ilə döşənilib, taxta döşənilib. Bu ikinci mərtəbənin bir yataq otağıdır, geniş otaqdır və biz buradan daxil oluruq digər yataq otağına. Bu da belə bir yataq otağıdır dostlar. Bu da tam təmirlidir. Burada əlavə heç bir işə ehtiyac yoxdur. Düzdür, zövqə görə yəqin ki, divar kağızlarını falan dəyişməyə ehtiyac ola bilsin, amma mən ehtiyac görməzdim. Bu da digər yataq otağı. Genişdir bu otaqda, haradasa 5 metrinin 5 metrəyə otaqdır. Ümumi görünüş bax budur. Və nəzərinizə çatdırmaq istəyirəm ki, bu evin həyətində ümumi bu ərazilər 4 sotdan ibarətdir. Və bu 4 sotun içində
bir ev yenə var, yardımçı tikili orada. Oranda ev sahibəsinin qeyd etdiyinə görə kirayə verib və o da onun dolanışığına bir zəmin yaradır. İndi oranı mən sizə göstərəcəm. Deməli, çöldən ev həyətin içərisinə bir maşın yerləşəcək qədər bir ərazi qalıb. Burada yardımçı tikillər var. Nə bilim, çörək pişirən ərazidir, sonra yay hamam otağıdır. Dediyim yaşayış ərazisi budur. Həm də yay istirahət ərazisi kimi də bunu götürə bilərik. Toyuqların hini, ümumi olaraq ərazini görürsünüz. Həyətin ərazisi budur. Ev tam olaraq sizə göstərəm evi. Bura ümumi uzun bir yardımçı tikildi dostlar. Burada şəxsi əşyalar falan var və biz daxil oluruq dediyim yaşayış ərazisinə, hansı ki ev sahibəsinin qeyd etdiyi kirayəşinlərin yaşadığı ərazi buradır. Daxil oluruq ilk olaraq mətbəx. Mətbəxdən sonra burada da bir yataq yerləri var. Yataq otağıdır. Haradasa 4 metrinin 4 metrəyə bir ərazidir. Və digər otaq da buradır. Yəni biri qonaq, biri yataq kimi də götürmək olar. Yəni evi alan şəxs buranı da əgər istəsə əlavə müştərilər üçün kirayə verə bilər. Ya günlük, ya aylıq. Ümumi olaraq bu massiv işıq, su, qaz və internet xətləri ilə tam olaraq təchiz olunub. Eyni zamanda evdə həmin şəraitlə təchiz olunub. Burada işıq xətti çəkdirin və yaxud da qaz çəkdirin, belə bir söhbət ola bilməz. Ümumiyyətlə bu evdə yaşayış üçün heç bir problem yoxdur. Çox geniş bir evdir. 13 metrin 13 metrəyə çox geniş bir evdir. Yəni bu evi zövqünə uyğun bilən müştərilərimiz var. Mobil nömrəni qeyd edirəm, əlaqə saxlayın. Kimə qismət olar, kimin xoşu gələr, Allah nəsib eləsin. Sağ canla, gözəl əhval-ruhiyyə ilə bu evdə yaşamaq imkanınız olsun inşallah. Xeyirli olsun.